Değerli izləyicilər, bir daha axşamınız xeyir olsun deyirəm. Hal-hazırda mən belə bir söz deyim sizə. Mən bu günləri Zilfinaz Ananın 10 minlik yığılmasına az qalmış məbləği gedib tamamlayacaqdım. Elə oldu ki, Orxan Əkbərov Vətən müharibəsinin qəhrəmanı, 44 gün Vətən müharibəsində canından keçib təki Vətən sağ olsun deyən qardaşımızın qardaşı Ənvər qardaşımızın qarşısında baş əydi. Qurban kəsmişdi 20 ailəyə verməyə və o da bir vasitəçi oldu. Qurbanı gətirdi, canında yazılar. Bu ailəyə təhvil verəndə dedi ki, övladımın ağciyərinə su gəlib. Həkimə getməlidir, pula ehtiyacım var, pul yoxdur. Ona görə dərhal bu ailəyə gəlməyə özümüzə borc bildik. Gəldik, yığdıq, yığanda 109 manat pul qalmışdı. İqbal qardaşımız, şəhid qardaşdır, qarşısında baş əyirik. İqbal qardaşımız canlımıza qoşuldu 109 manat qalanda. Sağ olsun və Sevinç bacı da qoşuldu. Elə İqbal, Sevinç bacı bir yerdə əl-ələ verərək 109 manatdan da yuxarı tamamlandı. 247 manat pul oldu. 547 manat bağışlayın. 547 manat. 547 manat pul oldu. Var olsun deyirəm dəstək olanlara. Bir söz də deyim sizə, bu gün qohum əqrabadan da söhbət getdi. Mən öz fikrimi deyirəm. Kimsə mənim fikrimə nəsə desə, özümə desin. Yəni bu günləri həqiqətən reallıq odur. Bu gün yaşadığımız həyatda pulda üstünlük yox, mənliyə, kişiliyə bir də söz deyirəm. Kasıb olmamıza baxmayaraq, namus qiliyyətimiz üstümüzdədirsə, deməli biz həqiqətən reallıq odur ki, biz gözəl bir insanıq. Ona görə çalışalım Allaha xatir hər zaman kasıbı əzməyəyin, kasıbın yanında olağın, xəstənin yanında olağın. Yəni mən öz adımdan deyirəm, mənim qohum əqrabamda əgərsə, bir söz deyim sizə, mən xəstə olaramsa, vəziyyətim çətin anında məni silərsə, o qohuma mən qohum demərəm, öz adımdan deyirəm. Həqiqi deyirəm, uzaq olaram. Çünki bu gün çətin anımda, əgər özcə 100 manat atırsa, qohum ondan üstün eləməlidir, 100 min verməlidir. Olan qohumdan, imkanlı qohumdan deyirəm. 50 manat verməlidir, 500 manat verməlidir, 1000 manat verməlidir. Bu günləri həqiqətən biz ona elə bir zamanda yaşayırıq ki, belə bir fikir adamın ağlına gəlir ki, deməli pulun varsa yaşayacaqsan, pulun yoxsa qohum da səni saymayacaq. Elə şey olmamalıdır. Əslində bir insan kimi bu gün 44 gün Vətən müharibəsində torpağı azad edən kasıblar oldu. Ona görə kasıb yox, mənliyimiz olsun. Pulumuz yox, mənliyimiz olsun. Bağışlayın, kasıbın elə mənliyi olur həmişə. Varlıları da yaxşıların mənliyi, eləsi mənliyi olmur. Varlı dövləti qucaqlayır, pula üstünlük verir. Gəlin onlardan olmayalım. Bu gün biz həqiqətən kişi kimi kişi yaşayalım. Çünki 50, 60 il, 70 il ömrümüz var. Ondan sonra bu həyatda yaşamayacaq. Ona görə var, dövlət, milyonumuz, milyardımız da olsa, and olsun Allaha etibarsızdır. Bizi bu dünyada tək tənha qoyacaq. Ona görə çalışan Allaha xatir olalım. Bu gün gözəl məbləğlərdən də biri Hacı Füzuli 100 manat atdı. Bu gün Hacı Füzuli yanan evə, Xatirə xanımın evinə stol, miz, bütün əşyaların pulsuz təmənnası göndərir. Hacı Füzuliyə də təşəkkür edirik. Kim bir manatdan böyük məbləğə kim atdı, təşəkkürümüzü bildiririk. Bir şəhid atası da atdı. Sevinç bacı adını dedi mənə. Adını da çəkilməyini istəmədi. Allah canı sağ eləsin, oğlun ruhunu şad eləsin. Deyil. Çox sağ olun. Hər kəs bizə dəstək oldu. Allah köməkləri olsun. Təşəkkür edirik. Allah hamıya can sağlığı versin. Sizə də təşəkkürümü bildirirəm ki, vasitəçi oldunuz, bu şəraiti bizə yaratdınız. Mənim övladıma hər kəs dəstək olsa, hamıya təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Mənim uşağım xəstələnib. Ağciyərinə su gəlmişdi. İndi onun sağalması üçün kim bizə dəstək olsa, hamıya təşəkkür edirəm. Allah kömək olsun. Hər kəsə təşəkkürümü bildirirəm. Allah kömək olsun. Sağ olun. Dəyərli izləyicilər, bir daha nəzərinizə çatdırıram ki, mən Zilfinaz Anaya gedəcəydim və elə oldu ki, bu uşağı elə gördüm, bugün bura gəldim. Allah sizləri var eləsin, Allah köməyiniz olsun. Mən burada heç kimi təhqir eləmirəm, nə də tənqid eləmirəm. Deməkdə məqsəd odur ki, haqqın yanında olar. Nə qədər haqqın yanında olarsa, haqq da bizdən olar. Nə qədər haqqın yanında olarsansa, Allah da səndən olar. Gecəniz xeyrə qalsın, Allah sizi var eləsin. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Çalışın, pul səndən üstün olmasın, sən puldan üstün olasın, tamahın pulda olmasın. Çalışan xəstənin imkansızın pulunu yeməyək, ticarət vasitəsi etməyək. Sabah inşallah gəlib bircə həkimə gedəcək. Gecəniz xeyrə, Allah sizi var eləsin. Bizimlə olun.